Çox istirdim onu yuxuda görəm. Amma görə bilmirdim. Adətə cuma axşamları gedirmiş. Neçə vaxt getdim, ürəyim sındı. Dedim, yəqin oğlum məni görmək istəmir. Ağladım, yatdım. Gecə yuxuda gördüm ki, şəhid oğlumun ruhu gəldi. Dedi, ana, biz hər cuma axşamları yığışırıq İmam Hüseyin ağa özü ziyarət-i Aşura oxuyur və biz ona qulaq asıb ağlayırıq. Mən düzdür, anamsan gəlmişdim, hörmətim var idi, amma İmam Hüseyndən də keçib gələ bilmirdim. Bizim şəhidlərimiz o qədər müqəddəsdir, o dərəcədə də əskərlərimiz müqəddəsdir. Yəni, əskər olmasa şəhid olmaz, şəhid olmasa şəhidin qiriyyəti qoymaz əskər olsun. Allah bütün İmam Hüseynin o kəsilən başının hörmətinə bütün şəhidlərimizi o dünyada İmam Hüseyin ağa özü şəxsən nazir olsun, şəhidlərimizin yanında olsun ki, İmam Hüseyin ağa şəhidlər ağasıdır. İmam Hüseyin ağa da öz lütfü inayəti ilə bütün indi hal-hazırda içi mənim oğlum qarışıq bütün əskərləri qorusun. Azərbaycanın bütün düşmənlərini məhv eləsin. Onlar ki, Azərbaycanı istəmirlər. Bizləri istəmirlər. Allah İmam Hüseyin eşqini onları məhv eləsin. Çünki Azərbaycan dünyada yedinka ölkəyik ki, biz təkcə qiriyyəti ilə tanınır. Bir ölkənin nə bilim alması olar, birinin xalçası olar, birinin balı olar, Azərbaycanın qiriyyəti ilə tanınır. Allah bizim Azərbaycanı qorusun, balalarımızı qorusun, ailələrimizi qorusun. Öpürəm hamımızı, hamımızdan minnətdaram, təşəkkür edirəm. Ağam, gözəl söz dedin. Əlbəttə, bu gün bax, qanı ilə tarix yazan, vətən uğrunda canından keçən İlkin Məmmədov və onun simasında cəm şəhidlərimiz, torpaqlarımıza azad etdi. Bax, bu gün də Məhərrəm kimi igidlərimizə həvalə edib. Üçrəkli bayraq altında bizləri qorusun, ana bacılarımız və ağsaqqallarımız rahat, sərbəst, evində, eşiyində və toy xeyir işlərini görsünlər. Bu günlərdə Məhərrəm sizin övladınız bir qürurla, fəxrlə, bir ata kimi fəxr edə bilərsən. Hələ sənin bir övladın şəhri bacımız kimi. Həqiqətən qəhrəman bir xanımdır. Elə bir xanım, yəni hər bir ölkədə olmur. Azərbaycan elə bir ölkədir ki, qəhrəman, mərd, igid qəhrəmanları var. Bax, bu gün də Məhərrəm öz dilindən işlədir ki, bugün Məhərrəm hansı hisslərlə və şəhid şəklinin önündə duraraq, hansı hissləri keçirdərək və əldə silah üçrəkli bayrağımızın altında sərhəddi necə qoruyacaqsan? Buyur. Sadəcə olaraq bizim üçün qürurdur ki, Azərbaycanımızı qoruyuruq, vətənimizi qoruyuruq. Bizim üçün də şəhid oldular. Allah hamısını rəhmət eləsin. Ruhu şad olsun. Qazilərimizə də ki, Allah Taala şəfa versin. Amin. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Şəhidlərimizlə də bu əhəm bədənin müəyyən hissəsini vətən uğrunda qurban verib gecəni səhərə qədər sızıltı ilə açan qolundan, qıçından, gözündən qazilərimiz keçdi. Tək ki, vətən sağ olsun dedi. Allah qazilərimizə şəfa versin. Veteranlarımız oldu. Son nəfəsə qədər vuruşub torpağımızı azad edib şəhid qaziləri çıxartdı. Allah bizim veteranlarımıza can sağlığı versin. Bax, bu gün isti soyuq bilmədən üçrəkli bayraq altında Səngərdə qar, boran bilməyərək şərəfsiz erməniləri torpağımıza buraxmır. Bax, bu gün də inşallah 2 gündən sonra bizim dəyərli qardaşımız, Məhərrəm qardaşımız silaha sarılacaq. Sərhəddən bir addım olsun deyə bir şərəfsizi torpağımıza buraxmayan igidlərdən olacaq. Və bu gün onun atası, ağa qardaşı, ağa Cəfər əmmimiz və onun anası Xalidə anamız bir qəhrəman anası olacaq və vətəni qoruyan bir oğlun anası, atası kimi fəxrlə, qürurla övladının yolunu gözləyir. Biz də deyirik ki, sağ gedib salamat gəlsin, öz vətəninə, öz övladının yanına. İnşallah hər bir əskər sağ-salamat getdiyi kimi Məhərrəm, siz də sağ gedib salamat gələsiniz. Allah sənin bacıları da xeyir versin, bacıların toyunda bu qapıda xeyir işdə olar. Ad günündə mübarək. Kimisə sözü varsa bu cür. Buyur Nazim qonşum da bu desin. Buyur. Allah canı sağ eləsin. Ağa Cəfər, Allah oğlun, necə deyim, nəvəsinin toyun görməyi sənə qismət eləsin. Allah canlarını sağ eləsin, sağ geçsin, salamat gəlsin. Tortar aparırsınız. Sağ ol. Bax, burada bizim cəngavər kimi oğullarımız var. İnşallah ailəsinə gəlsin, qovuşsun, vətəni qoruduğu kimi o evini qovursun. Allah onun bir balasını ona qovuşturmağı nəsib eləsin. İnşallah salamat gəlsin. Sağ ol, var ol. Sonra görə kimlər var? Qardaş Kəbərim, bir dənə kəlmə.
Çəkəcəm. Sağ-salamat gəlsin. Allah sana var. Gəlsin. İnşallah belə çıxmasın. Övladları olsun, belə yığışaq. Görsən nə gözəl sözlər deyirsən, desən məni çəkmə. Sözə ehtiyac var. Salamat səfəsində olacaq. İnşallah, inşallah. Sənətkar buyur, ay sənətkar. Allah mənim can sağlasın, qalacağım kamal verir, açın. İnşallah mənim sana geçsin, salamat qalsın. Gəlməyin qeyd edən, qulağına. Kimlərdən söz demək istəyirsiniz? Cümlələrə uzun ömür, can sağlığı arzulayıram, ad gününü təbrik edirəm. Azərbaycan sərhəddən başlanır. Azərbaycan sərhəd boyu qoruyan oğlanlarına Allah təala canı salamat eləsin. Oğlumuz salamat keçsin, salamat gəlsin. Buradakı bacılarımıza, qardaşlarımıza Allah təala ömür versin. Yengi bu vaxtı yığışsınlar. Azərbaycan igid oğlanları, mübariz kimi oğlanları Allah təala sayını çox eləsin. Mübariz kimi oğlanların canı salamat eləsin. Şəhidlərimiz bahəm rəhmət eləsin Allah təala.